Media və PR sahəsində yeni yanaşmalarla tanış olduğumuz öyrədici və maraqlı bir təlim oldu. Xüsusilə idman mediasında problemli situasiyaların həlli ilə bağlı maraqlı nüanslar öyrəndik. Təlimin interaktiv keçirilməsi və praktiki tapşırıqlar təlimi daha da maraqlı hala gətirirdi. Belə bir təlimin xüsusilə idman paytaxtı seçilən Qazax rayonunda keçirilməsi, rayonun tarixi və mədəniyyəti ilə yaxından tanışlıq bu təcrübəni bizim üçün unudulmaz etdi. Gənclər və İdman Nazirliyinin Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə PR və kommunikasiya sahəsində bacarıqların inkişafı yönünə həsr olunmuş təlim keçirildi. Bu təlimdə xarici mütəxəssislər öz təcrübələrini bizlərlə bölüşdülər. Həmçinin təlimin sonuncu günündə Ramil Cabbarov tərəfindən sosial mediada olan son yeniliklər barədə ətraflı məlumat verildi. Təlimi təşkil edən hər iki quruma, həm Gənclər və İdman Nazirliyinə, həm də Azərbaycan İdman Akademiyasına dərin təşəkkür edirəm.